Hər kəsə salam, kanalıma hamınız xoş gəldiniz. Bugün evdə bir neçə işim var. Hansı ki, bu əslində bizim evin rutinidir. Axşam bu qədər dağılır. Dünən də qonaqlarım var idi deyə təmizləyə bilmədim. Adel yatıb deyə səs eləmək istəmədim. Amma əslində elə bir şey yoxdur. Çünki qabları yudum axşam. Qabımız yoxdur. Sadəcə ortalıqda, məsələn, burada yuyulan qablarım var ki, yerinə yığmalıyam. Və bəzi əşya, məsələn, yemək pişirmişəm, bunu yerinə çəkməliyəm. Bir çox şeydə yerinə yığmalıyam. Yəni əslində burada çox böyük bir iş yoxdur. Və indi oyanmışıq. Səbu Adellə oynayır. Mən isə indi çay qaynadı. Çayı dəmməyəcəm. İstəyirəm ki, Adelin alması pişənə qədər tez buranı birlikdə səliqəyə salaq. Odur ki, gəlin başlayaq. Bugün hava çox gözəldir. Ümumiyyətlə neçə gündə havalar pis keçir. Hətta biz mayı bitiririk, amma havalar hələ də düzəlmir. Uzun bir aradan sonra havanı belə görmək məni çox motive edir. Həyat enerjimi, yəni artırır. Havanın yaxşı və yaxud da pis olmağı doğrudan da mənim enerjimə çox təsir eləyir. Burada çay dəmləyərkən anam gəldi. Mənim anam aşbazdır və səhər tezən işə getməmiş. Tez gəldi Adeli görməyə. Ona görə burada başlayıram tez çay dəmləyim ki, işimizə başlamamışdan əvvəl oturaq bir çay içək, o sonra işə getməlidir. Sonra isə mən işimə davam eləyərəm. Bir dənə çay kəşf eləmişəm, bilmirəm, bilirsiniz yoxsa yox. Berqanın meyvəli, çiçəkli bir çayıdır. Bizə gələn qonaqların hamısı çox bəyənir. Bir dənə Səbuidən başqa. Səbui ətirləri sevmir. Mən isə əksinə ətirli çayları çox sevirəm. Qara, dadsız çaylarla aram yoxdur. Məsələn, mən yaşıl çayı da çox sevirəm. O da mənə dadlı gəlir. Ona görə də indi öz çayımı da alıram, gedim oturum. Birazdan təmizliyə başlayarıq. Və budur, anam getdi, biz başlayırıq təmizliyə. Əvvəlcə burada dünəndən yuyulmuş olan quruyan qablarımı yerlərinə yığıram. Əslində bu kuxnada dəyişiləsə o qədər şey istəyirəm ki, əsas da məsələn qab yuyan istəyirəm, bura şkaf yığılmasını istəyirəm. Çünki əşyalarım, qazanlarım yerləşmir. Hətta bir çoxu məndə bazanın altında durur və bu da komfort deyil. Çünki bir şey lazım olanda, qonaq gələndə bir də yataq otağından bazadan çıxartmaq heç xoş deyil. Ona görə də bizim işlərimiz bitdikdən sonra öncəliklərimiz var. Onlar bitdikdən sonra bu kuxnaya əl gəzdirmək istəyirəm. Hər zaman da Adel əgər özü ilə oynayırsa, Səbui gəlir mənə səhərlər işlərimdə kömək edir. Bu cəhətdən Səbuini çox xoşlayıram ki, xasiyyətini o başa düşür ki, uşaq baxmaq çox çətindir. Ona görə də işləsə belə bacardığı qədər mənə kömək edir. Canım kocam. Biz burada kuxna ilə məşğul olarkən Adel isə içəridə oyuncaqları ilə oynayır. Adətən Adelə öyrətmişəm ki, özü tez oynamağı bacarsın. Burada isə Səbu Berqa ilə qara çay qarışdırır. Dediyim kimi, Berqanı sevmədiyi üçün biraz içinə qara çay əlavə edir. Bu sobanın yerdə olmağı da, bir yerinin olmamağı da əslində mənim üçün komfort deyil. Çünki yemək pişirəndə aşağıda pişirməliyəm. Qoymağa yer yoxdur. Əksinə hündürdə olsa və yaxud da şkaf içi olsa çox daha gözəl görünər. Həm də mənə rahat olar. Əyilib qalxmaqdansa daha rahat olar. Ona görə də bu kuxnaya şkaf yığdırmaq şərtdir. Sonra isə belə tort ləvazimatları yerindən 2 dənə orqanayzer almışdım. Və başlayıram bizim ləbləblərimizi, qoz, fındıq, şabalıd bunları yerləşdirməyə. Mən klokda olan şeyləri yeyə bilmirəm, hətta görə bilmirəm. Ona görə də heç ağlıma gəlmir ki, evdə nəsə var. Ona görə də belə qablara, şəffaf qablara qoymaq həm mənim iştahımı artırır, həm də estetik cəhətdən qəşəng görünür. Amma kuxnaya şkaf yığılandan sonra istəyirəm ki, o şkafa uyğun orqanayzerlər əldə edək. Temudan və yaxud da Trendyoldan fərq etmir. Sadəcə indi şkaf yığılmayıb və hündürlüyünü, enini bilmədiyim üçün orqanayzer sifariş verə bilmirəm. Amma şkaf yığılandan sonra mütləq buna da baxacağam. Məsələn, burada bir səbətim var. Bu əslində məndə kirayədəki evdən qalır. Ona uyğun, oraya uyğun bir səbət idi bu. Və bura gətirmişəm. Məsələn, bunu yerinə başqa bir qəşəng estetik səbət ala bilərəm ki, içinə kartol, soğan və meyvələrimi yığa bilim. İndi isə istəyirəm xaldenkin içini yığışdırım. Çünki çox qarışıq görünür. Hər gün yığışdırmama baxmayaraq tez-tez dağılır. Ona görə də gəlin yığışdıraq. Burada 2 dənə yumurta qalıb. Bu kənd yumurtası verirəm Adelə. Biz isə adi yumurta yeyirik. Və bunu
sizə göstərmişdim. Eker markasının qara zeytunları 4 paçka almışdım. Bitib, 2 paçkası qalıb. Hətta bir paçkanı da yekunlaşdırırıq. Səbuy də mən də çox sevirəm. Oba marketlərdə satdıq. Qiyməti isə 1 manat 69 qəpik idi. Mütləq alıb sınamanızı istəyirəm. Mənim ətrafımda alıb bəyənənlər çox olub. Dadına və qiymətinə görə əslində dadı çox gözəldir. Ona görə də mütləq baxın, əgər zeytun sevirsinizsə. Mən yaşıl zeytundansa qara zeytun daha çox sevirəm. Sonra isə buraları təmizləyirəm. Çünki Adelə gündəlik olaraq tərəvəzli yeməklər hazırlayıram. Ona görə də məsələn Adelə kök alıram, gül kələmi, brokoli, belə suallar da gəlmişdi Adelin qidası ilə bağlı. Adelə əslində mən internetdə araşdırıram, həkimi ilə məsləhətləşirəm və 8-9 aylıq uşağa nə yedizdirə bilərəm, məsləhətləşib onları alıram və çalışıram ki, Adelin çəkisi hər ay kontroldə uyğun gəlsin, aşağı olmasın və elə də olur çox şükür. Ən son olaraq isə xaldekin üstünü silirəm. Çünki boz rəngdə əl ləkələri çox bilinir. Sonra birisi sizə nə göstərəcəm. Mən Adelə həm də yemək menüsü çıxartmışam. Çünki əvvəl görürdüm ki, mənim vaxtımın çoxu Adelə nə pişirəcəm. Bu gün yumurta yeyib, yoxsa 2 gün əvvəl yeyib deyə keçirdi. Çünki 8-9 aylıq uşaqlarda yumurta həftədə 2 dəfə verilməlidir. Mən də unutmayım deyə belə siyahı hazırlamışam. Gündə 5 öğün yeyir və mən ona uyğun belə cədvəl hazırlamışam. Hər günün cədvələ baxaraq onu yemək hazırlayıram. Instagramda paylaşmışdım. Əgər məni Instagramda takib etmirsinizsə, mütləq Instagramda takib edin. Adım YouTube'dakı adımla eynidir. Sənubərs deyə yazılır. Sənuber yazanda da adım çıxır. Əgər yenə də tapa bilməsəniz, açıqlama qisminə qeyd edəcəm. Oradan keçid edin və Instagramı takib edin. Və sizinlə söhbət edərək kuxnanı yığışdırıb qutardım. Görüntü bu formadadır. Yenildirəm, şkaf yığılsa bir çox əşyasını içinə yığacam. Çünki mən kuxnada az əşyanın ortaqda olmağı xoşuma gəlir. Ona görə də kuxna yığışandan sonra daha da səliqəli görünəcək. Digər otaqların təmizliyini keçməmişdən əvvəl isə Adelə artıq ikinci öğünü yedizdirirəm, meyvə yedizdirirəm, banan. Daha çox bananı bəzən kəsmiklə verirəm, amma hal-hazırda evdə kəsmik bitib, gərək gedim Adelin də bir çox məhsulunu alım. İndi isə gəlir yataq otağına. Plastinaları atdım yumağa, ona görə indi təzə plastina sərək və yaxud da havalana bilər əslində. Biraz havalansın. Buraları yığışdıracağam. Adel də göstərmişdim bunun əvvəlki videoda. Burada yatızdırıram. Bunu da Adelin yorğanın üzünü yumuşam. Bunu da taxarıq bu videoda. Belə. Gəlin indi buraları bir dənə əl gəzdirək. Çünki buranı əl gəzdirəm və günorta yatanda birazdan Adel yatacaq. Burada yatızdırıram. Ona görə də elə buradan başlayaq. Məni Instagramdan ona görə takib edin deyirəm ki, bir çox şeyi orada paylaşıram. Məsələn, orada paylaşmışdım ki, mən normal qidalanmıram, iştahsızam. Bunun üçün də əslində istəyirəm ki, Adel kimi özümə də bir cədvəl çıxardım. Həm yeyəcəyim şeyləri qeyd edeyim, həm də bilim ki, necə balanslı, zəngin bir menüm olsun və nə pişirəcəm deyə düşünməyim. Əslində bu, biraz da düşüncələr rahatlatmaq üçün çox qəşəng bir metoddur. Mən bunu çox bəyənirəm. Adeldə eləmişəm, işə yarayır. Gərək özümdə də eləyim. Gəlin fikrimi yekunlaşdırım. İştahsızlıqla bağlı danışırdım. Bəlkə sizin də aranızda var. Mənə məsləhətiniz ola bilər deyə bunu sizinlə paylaşmaq istəyirəm. Normalda ətrafımda da soruşurlar ki, ac necə qalırsan? Kaş sənin kimi ac qala bilsək. Sərdim. İndi yastıqları da qoyacağam. Telefonda daha şey düşür. Əslində baxın bu formadadır belə. Belə xoşlayıram. Tünd rənglər xoşlayıram yataq otağında. İştahsızlıqla bağlı danışırdım. İnanın ki, bu yaxşı bir şey deyil. Çünki sizin bədəniniz vitaminsiz qalır. Eyni ilə də mənim, əgər belə olsa. Və mənim ağzımda vitaminsizlikdən ağ yaralar çıxır. Tez-tez xəstələnirəm. Bunu əslində bilirəm, amma yenə də heç bir yeməyi iştahım çəkmir. Əsasən fast food sevirəm, amma fast food belə zərərli qidalardır. Ona görə də deyirəm ki, bəlkə cədvəl qursam, rutin olaraq onu eləsəm, bəlkə özüm də bir rutinə düşərəm. İştahsızlıqla bağlı dərmanlar atmışam, hamısı eləmişəm, amma heç biri mənə xeyir eləməyib. Bu arada birdən bunu yazarsınız deyə əvvəlcədən bildirmək istədim. Yataq otağını da yığışdırdım gördüyünüz kimi. Burada Adelin yerini də düzəldirəm. Bundan əvvəlki videomda göstərmişdim. Bu yataq əslində Adelin öz otağında olurdu. Amma artıq bizlə burada yatır. Biz əvvəl Adel balaca olanda yanımızda yatızdırırdıq. Sonra böyüdükcə daha hərəkətli olmağa başladı. Buranı yığışdırdım. Bunu götürmürəm. Çünki Adel birazdan yatacaq. Üstünü örtürəm və yastığı adətən burada qalır. Buranı da yığışdırdım. Sizinlə birlikdə plastinlədik. Bunu da gecə geyinir deyə bura qoyuram. Yanında olur. İndi isə burada bir neçə məhsul dağılıb. Bunları da sərgiyə salaq.
Sonra dırnağıma bu aralar Eveline istifadə edirəm. Baxın, görürsünüz, dırnaqlarımı çıxartmışam. Amma baxın, burada saralma var, biraz bunda qırılma var. Ona görə Eveline istifadə edirəm. Dırnaqlarım biraz bərkisin. Ondan sonra sizinlə birlikdə dırnaq qoyarıq və yaxud da ustaya gedərik. İndi hələ dəqiq bilmirəm. Onu baxarıq vəziyyətə görə. Sonra burada sırf baxım məhsullarımdır. Amma tam belə. Yığışdırmışdıq. Baxın, hələ dağıtmamışam. Eyni şəkildədir. Deməli, karandaşlar. Bura. Baxın, hələ də sələ gəldi. Yaxşıdır, əlimin altındadır. Dağılmayıb. Bu formada. Burayla işim bitdi. Biraz pəncərəni açacağım ki, otaq havalansın. Pəncərələr silmək lazımdır, artıq pislənib. Görürsünüz, yağışlar yəqin ki, bitdi, havalar düzəlir deyə düşünürəm. Adeli yatızdırdım və gəldim salonu təmizləməyə. Əsasən burada ən çox yer tutan Adelin bu oyun alanı və dağılmış oyuncaqlarıdır. Gəlin birlikdə yığışdıraq. Əvvəlcə jurnalın üstündə olan içdiyimiz çayları və şirniyyat qablarını aparıb yumağa qoyacağım. Mən heç vaxt özüm həyət evində yaşamamışam. Anamla həmişə bina evlərində kirada yaşamışıq. Amma evləndikdən sonra həyət evində yaşadım və inanın həyət evində yaşamaq bina evində yaşamaqdan daha çətindir. Çünki hər şey tez-tez xarab ola bilir. Və bir də mənzərəsi yoxdur. Mən bina evini ona görə sevirəm ki, pəncərədən yüksək mərtəbədə ev sevirəm. Bizim qaldığımız kirayə evlər anamla da elə idi. Bu ilə də qaldığımız kirayədəki evdə dəniz mənzərəsi vardı. Şəklini tapsam indi sizin üçün bura yerləşdirəcəm, baxarsınız. O qədər gözəldir ki, insan sadəcə durub o mənzərəni saatlarla izləyib, sadəcə şükür etmək istəyirdi və yaxud da gününə pozitiv başlayırdı. Mən ümumiyyətlə dənizi dəhşət çox sevirəm. Amma ən çox qorxduğum da boğularaq ölməkdir. Yenə də dəniz mənim üçün çox-çox qəşəng hisslər yaşadır. Kim bilir, bəlkə də gələcəkdə özümüzə bir dənə ev daha alaraq, bu isə bina evi olacaq kəsinliklə. Çünki mən bina evini çox sevirəm. Səbuy da elə bina evini daha çox sevir. Jurnalın üstünü yığışdırdım, divanları təmizlədim, indi döşəkçələrini yerinə yığıram. Bir də təmiz görüntü mənim çox xoşuma gəlir. Adətən əslində təmizliyimi gecədən edib, səhər oyananda təmiz görüntüsünü görmək daha xoşuma gəlir. Amma dünənləri gec olduğu üçün və Adel yatdığı üçün bu günə saxladım. Həm də düşündüm ki, yaxşı oldu, sizin üçün də video çəkdim. Çünki siz təmizlik vlogumun gəlməyini çox istəyirsiniz. Əsasən sizə sual verirəm ki, necə bir videolar çəkim. Siz də deyirsiniz ki, təmizlik vlogu gəlsin. Çalışacağım bundan sonraki videolarımda az-az da olsa təmizliklə bağlı hissələr də olsun. Çünki həm təmizlik izləyən xanımlar daha çoxdur. Həm də mənimlə birlikdə də eyni şəkildə təmizlik qoyurlar məni bir kənara və mənim səsim gələrək özləri təmizlik edirlər. Onlara motive olur. Və qaldı evin son otağı. Bura isə Adelin otağıdır. Axşamlar burada vaxt keçirəm. Ona görə bura çox dağılıb. Gəlin buranı da yığışdıraq birlikdə. Qızlar, mütləq kanalıma abunə olun. Çünki siz abunə olduqca mən motive oluram və belə videolar daha çox çəkəcəm və yaxud da istədiyiniz videoları mənə mütləq yazın. Mən də ona aid sizə videolar çəkim. Və Adelin ortağı da tərtəmiz oldu. Təmizlədim. Bu arada bu stol buranın deyil, zaldadır. Yəqin ki, bundan əvvəlki videolarımda görmüsünüz. Sadəcə indi hal-hazırda burada durur. Çünki üstündə gördüyünüz kimi bizim hazırladığımız Səbu ilə birlikdə puzzle'ımız var. Bu arada puzzle-la Instagramda paylaşanda çox maraqlananlar oldu. Bizdəki 2000'lik puzzle'dır. Mən sizə kutusunu göstəreyim. Bunu bizə Vüsaləgil gələndə almışdılar. Belə bir puzzle'dır. 2000'lik. Bundan əvvəlki 1000'lik puzzle idi. Onu qurduq, qutardıq. İndi isə bunu qururuq. Səbu'nun ən sevdiyi aktivitelərdən biri də puzzle qurmaq. Hətta görürsünüz az qalıb artıq. Burada desəz mən hansı hissələr qurmuşam. Bu hissələri biraz buralardan kömək eləmişəm. Bir də o bulut hissəni mən qurmuşam. Qalan hissələrin hamısını Səbu özü qurub. Görün, həm də necə gözəl görünür. Çox qəşəng işləyiblər. Əsas da bu ağac hissəsini daha çox bəyənirəm. İndi bir neçə hissəsi qalıb ki, onlar da buranındır. Daha çox Səbu saat 12-də işdən çıxır, gəlir və axşamlar biz burada otururuq, puzzle quluruq. Bu stolda ona görə buradadır. Çünki salonda olanda Adel yatır deyə biz salonda çox səs salırıq. Amma bura qapını bağlayıb, burada rahat həm yeməyimizi yeyə bilirik, həm oyun oynaya bilirik. Həm də Adel hələ ki bu otaqda yatmır. Ona görə bizə bu otaq hələ ki belə əlverişlidir. Həm də
çox gəlib gedənimiz olmadığı üçün stol çox istifadə olunmur bizdə. İstifadə olunanda isə belə suallar gəlmişdi ki, stol lazım olanda nə edirsiniz? Stol lazım olanda kuxnada bir dənə də stol var, onu açırıq və bu formada. Bu arada mən bu xalçanı qızlar Trendyoldan almışdım 15 manata. Əslində bu buranın deyil, bizim kirada qaldığımız evdə kuxna uzunsovu idi. Mən oranın ölçüsünə uyğun almışdım. Ondan sonra əlimdə qaldı. Mən də burada dəyərləndirdim. Amma gələcəkdə bir çox planlarımı yerinə yetirəndən sonra Adişin otağına bir neçə dəyişikliklər istəyirəm və inşallah ki, onları gerçəkləşdirəcəm. Bu arada sizcə yataq və mebelin yerləri necədir qızlar? Bəzən gözümə çox yaxşı gəlmir. Arada deyirəm ki, bəlkə dəyişəksə bu ilə bunu. Əgər sizin də otaqla bağlı bir fikriniz olsa, mənimlə paylaşarsınız. Belə bu formada bu otağı, bu arada otaq turu elə demişdiniz. İstəyirsinizsə belə göstərə bilərəm. Əslində göstərdim. Yatağıma Baby Plus səhv eləməmsə belə idi yerin adı. Səhifəni əslində paylaşmaq istəmirəm, çünki heç mənim dediyim formada rəng tonu göndərmədilər. Mən də bu rəng tonları pudra rəngində yox, bej rəngində istəmişdim. Çünki düşündüm ki, gələcəkdə oğlum olsa, bunu həm oğlan uşağına, həm qız uşağına getsin istəmişdim o mebel. Əsas da bu şkafı ortaq işlədərlər deyə. Amma təəssüf ki, gələndə pudra rəngində göndəriblər ki, mən bejin tonunu da atmışdım ki, bəlkə səhvlik olar. Məsələn, bu başlıq bu rəngdə olmamalı idi. Yəni ki, qalan hər şey düz idi. Bir dənə rəng seçimini səhv eləmişdilər. Yəni, bunu dəyişə də bilərdilər, amma dəyişmədilər və İsrarla dedilər ki, bu bej rəngdir, amma görünür ki, bu bej rəng deyil, pudra rəngdir. Ona görə də məmnun qalmamışdım. Bir də nədən məmnun qalmamışam? Yatağa oturanda çox səs çıxarır. Əslində belə bilmirəm, amma yatağa çıxar-çıxmaz belə cır-cır-cır səs çıxır. Yəni ki, ona görə bəyənmirəm. Görünüş olaraq pis görünmür, qəşəng görünür. Əminəm ki, siz də bəyənirsiniz. Çünki göstərmişdim, yazmışlar ki, çox qəşəngdir. Yəni bu formada. Amma yenə də istəsəniz yorumlarda yazarsınız, əgər bilmək istəsəniz. Bu arada mənim mebellərim hamısı 1230 manata gəldi. Normalda bu 3 mebel 1200 manatdır. Sadəcə ortopedik matrasa görə əlavə 30 manat ödəniş elədim və 1230 manata başa gəldi bu içəri. Sonra burada sizə nə göstərə bilərəm? Məsələn, şkafın başında burada Adişin xəstəxana çıxışında olan xonçalarını saxlayıram. Yenə onu ağ rəng almışdım ki, həm qıza, həm oğlana getsin. Yanında belə bir gülüm var. Bu gül isə bizə, yəni Adişə daha doğrusu hədiyyə olunmuşdu. İşıqları yanır. İnşallah böyüyəndə yəqin istifadə edər. Sonra bizdə bir belə burada taxta var. Bir də bu hissədə var. Mən bunları Trendyolda gördüm. 10 manata satılırdı. Əslində istəsəniz burada da, yəni sırf taxtadır. Burada da düzəltdirib, kəsib düzəltdirib otağa eləyə bilərsiniz. Sadəcə mən uğraşmaq istəmədim. Ona görə də sifariş verdim. Burada isə Adelin nağıl kitabları var. Çox sevirəm. Adel də kitabları çox sevir. Şəkilləri çox sevir. Yəqin ki, uşaqlıqdan bəri, yəni 40-lığından bəri göstərirəm, yəqin ki, ona görə. Sonra bu oyuncağı soruşmuşdunuz. Bunu mən Temudan almışam. Ördək yazanda çıxır. Başqa sizə nə göstərə bilərəm burada? Məsələn, bu Adelin doğum tarixi, doğum saatı, kilosu və boyudur və ilk dəfə Adeli gördüyüm şəkil. Belə yazmışdım. Bunu Temudan almışdım 3 manata. Yanında həm taxtanı göndərdilər, tutaqat, bir də ki, markerini göndərdilər ki, yaza biləsiniz. Sonra burada lazer kəsim Adelin adı var. Çox sevirəm, çox qəşəngdir. Sonra burada Toyboxlardan çıxan oyuncaqları da bura qoymuşum. Hələ ki, balacadır, udar deyə orada saxlayıram. Sonra burada əslində fərqli bir şey yoxdur. Adelin yeməkləridir. Başqa sizə nə göstərə bilərəm? Bu qapının arxasında isə bu Adelin yatağının da sadəcə yataq otağında olduğu üçün o. Mən onu asmıram başına, ehtiyacı yoxdur. Həm də otağı çox boğunuq göstərir. Tostlarını da bura qoyuram. Hələ ki, buranı qızım istifadə eləmir deyə. Bu stol əslində burada olmur dediyim kimi. Adilə belə masa almışam mini. Burada ortada olur. Bunu da sizə göstərim. Əslində göstərmişəm Trendyol sifarişlərimdə. Çox bəyənmişdim. Yenə də istəyirsiniz göstərim. Mən bunu 50 manata almışdım. Amma sonra bunun ödənişini mən geri aldım. Səbəbi isə birinci, bu taxılıb çıxarılan yerlər, baxın, belə içində səbəti var. Görürsünüz, içində kitab, dəftər yığmaq üçündür və 2 dənədir bundan. Bir burada, bir burada. Burada da Adelin kitabı qalıb. Burada olan bu taxılan, yəni bu sürməni tutan yerlər gələndə qırıq gəlmişdi. Bir də bu taxtanın bu hissəsində görürsünüz. Belə göstərim.
belə çat gəlmişdi. Mən bunu Trendyol assistanta yazdım və pulumu geri qaytardılar. 50 manatım, yəni geri qaytarıldı. Amma çox qəşəng oldu. Bunu yəqin ki, içinə təmir edirlər. Onu düzəldib qoya biləcəm. Daşıyarkən biraz pis daşıyıblar. Məsələn, burasında da belə bir zədəsi var. Amma görünüş olaraq çox qəşəngdir. 50 manata ala biləcəyiniz, çünki bizdə çox bahadır. Burada bu uşaq stollarla var, çox bahadır. Fərqli dizayn vardı. Mən bulut dizaynını aldım. Çox bəyənirəm. Hətta səbislənirəm ki, Adel bunda oynasın. Bir də pərdəmiz. Bizim pərdəmiz çox sevilir. Gələn, gedən, Instagramda yazan, YouTube'da yazan. Mən bu pərdənin metrəsini 5 manata almışam. Bəli, çox ucuza almışam. Bunu isə mən Vasmoy'dan almışdım. Adel yuxudan durdu, gəlmişəm yanına, kıvırcığım. Bu arada gözündə dırnağı ilə cırıb. Buradan kəsirəm, buradan uzanır. Hə, Adel? Əlinə dalıb ştativimi. Burada oynayır. Mən isə Adel arada belə oyanır. Gəlirəm onu yatışdıranda və yaxud da yemək yedizdirəndə bu videonu editləyirdim. İndi oyanıb Adelə yemək yedizdirəcəm. Və demək olar ki, işim bitib. Adel yeməyini yesin, çimib baxımlarımı eləcəm. Onları da sizinlə paylaşacağım. Gözəl qız. Qıdılı qız. Adel durdu. Sözüm yarımçıq qaldı. Adel qoyuram burada. Oynasın, biraz iməkləsin. Mən isə sizə nədən danışırdım? Demək, bu pərdəni deyirdim ki, sizə. Bu pərdə kətandır. Baxın, daha yaxından göstəreyim. Kətandır. O qədər gözəl bir pərdədir ki, baxın. Hər yerdə bunun metrəsini 10-15 manat deyirdilər. Hətta daha baha 20-yə falan. Amma mən bu kətan pərdənin metrəsini 5 manata aldım. Bizdə 3 metrədir. Hamısını götürdük. 3 metrə yoxsa 6 metrə indi tam yadımdan çıxıb. Əlində nə qədər qalmışdırsa onun hamısını, yəni belə götürdük. Və bu otağa da çox yaraşdı. Çünki Adelin aboyunu da biz 5 seçmişdik. Ona görə də tonlar da eynidir. Sonra bir də Temu'dan belə bir... metrə götürdüm. Çox şirin görünür məncə. Burada çox yaraşdı. Özümüz belə yapışdırmışıq. Və son olaraq da Adelin otağında belə bir istilik ölçən termometr var. Otağın temperaturunu ölçmək üçün. Bu qədər. Necədir? Bəyəndiniz? İstəyirdiniz buranı sizə göstərim. Ona görə bu formada sizə göstərmək istədim. Ümid edirəm ki, nə sualınız varsa hamısını cavablandıra bildim. Bir də bu xalça haqqında onu demək istəyirəm ki, mən o vaxt alanda 1 il əvvəl xalçalar çox uyğun idi. İndi qiymətləri qalxıb, amma yenə də bizdəkilərdən daha uyğundur. Və qalınlığı çox qalın deyil, yəni belə nazik. Buna Azərbaycanda nə deyirdilər? Palaz deyirdilər, görən, yoxsa yəni belə nazikdir də, qalın xalçalardan deyil. Amma çox qəşəng qalır. Bizdə yerdə istipollar var. Orada yəni heç xalçaya da inanın ki, ehtiyac olmur. Amma yenə də istəsəniz uyğun qiymətli, belə Trendyol'a da baxa bilərsiniz xalça üçün. İndi fikir verdim ki, bu güzgünü də silmək lazımdır. Evləri tosaranladım, gəldim, indi bu gördüm. Bu evin işləri bitmir də, yəni qətiyyən. Evləri tosaranladım, indi bu güzgünü siləcəm və artıq təmizliyə stop. Girəcəm, indi çiməcəm. Sonra baxımlarımı eləyəcəm. İstəyirəm onu da sizə göstərim. Və videonu 1-2 günə editləyib sizinlə paylaşacağım. Və qızlar, duşumu aldım, çıxdım. İndi baxımlarımı eləyəcəm. Əvvəlcə üzümdə yeraltı səpkilər yaranıb. Bunları aparmaq üçün hansı məhsul istifadə edirəm, onu göstərəcəm sizə. Arxada da Adel. Deməli, mənim ən sevdiyim, birinci, siz makyaj təmizləmə məhsulunuzda əgər dəraltı sızanaqlar istəmirsinizsə, rəng tonu bərabər siz istəmirsinizsə, mütləq tonik istifadə eləməlisiniz. Zepurestin uyğun qiymətli çox qəşəng tonik var. Məsələn, bunu ala bilərsiniz. Mən 18 manat almışdım endirimdə. Və bir ildən çox da istifadə edirəm. Yəni, bərəkətli məhsuldur. Sonra yenə Zepress markasının AHBH serumu, yəni qırmızı peeling də gedir adı. Adının qırmızı peeling olmağına baxmayın. Əslində peeling deyil də maskadır. Üzünüzə çəkirsiniz, 5 dəqiqə gözləyib yuyursunuz. Çox
nazik təbəqə halına çəkməlisiniz. Başqa bunun haqqında məlumat verib istifadə edəndə biləsiniz. Həftədə bir dəfə, ilk dəfə başlayacaqsa həftədə bir dəfə başlayın. Çünki çox güclü bir serumdur. Nə vaxt ki üzümdə belə dəraltı səpki hiss edəndə, rəng bərabərsizlik hiss edəndə sızanaq gördüm. Bunu istifadə edirəm. Sabaha soldurur. Möhtəşəm bir üründür. Mütləq almanızı tövsiyə eləyərəm bu məhsulu. Bunu üzümə tətbiq eləyəcəm. Bu arada bu qırmızıdır. Səbu bunu heç sevmir. Çünki üzdə belə qan kimi qalır. Hansıda bilməm, görmüsünüz yoxsa yox. Bu formada belə qan formasında peelingdir. Bu mənim üçüncü şişəmdir ki bitir. Yenisini yenə alacağım. Burada yarıdan biraz aşağıda qalıb artıq. Keçən dəfə dayımın yoldaşına biz bibi deyirik. Bilməm siz nə deyirsiniz. Bibimə şey alırdım. Adil oradan çörəyini atır, sonra da al deşik, gəl onu götür. Peeling məsləhət görməyimi istəyirdi. Daha doğrusu maska. Bunu məsləhət gördüm. Mütləq alın məncə. İndi əsas istəyirəm ki, birinci baxımlarımı eləyim. Sonra üzümü eləyərəm. Sən saçımı birinci açım. İndi başlayaq saçlardan. Saçlarımda əvvəlcə 2 məhsul istifadə edirəm. Biri saç tökülməsinin qarşısını almaq üçün və yeni saçların çıxması üçün istifadə edirəm. Badə Naturalın bu biberiya suyunu. Sizə qeyd eləmişdim. Bu biberiya suyunun mən özüm evdə hazırlayacağım. Sizə maraqlı olsa çəkərəm. Necə eləyəcəm. Biberiyanı alırsınız, qaynadırsa suyunu bu şişəyə tökəcəm və tonik olaraq istifadə edəcəm. Çünki mən bunu alanda 12 manat idi. Amma indi bunun qiymətini qaldırıblar. 42 manat görmüşdüm ən son. Yəni çox bahadır. Belə saç diblərimə istifadə edirəm. Sonra istifadə edirəm bunu aptekdən alıb Səbuhi. Əslində Adil üçün almışdı. Saçlar daha yaxşı daransın, amma 3 yaş üstü olduğu üçün özümə götürdüm. Çox bəyəndim. Əgər istəsəniz Chisterlin'in də saç daramaq üçün spreyidir. Çox qəşəngdir. Mən saçımı vururam, saçımın dolaşığını həmən açır. Həm də uşaqlar üçün olduğu üçün saçlara da bir zərəri yoxdur. Bu formada iyisi də çox gözəldir. Bunu istifadə edəndə bebek gibi saçlarımdan iyi gəlir. Çox bəyənirəm. Deməli, bunları elədikdən sonra biraz saçlarımın bunu qoyuram ki, dinlənsin. Yəni bu biraz canına çəksin elədiklərim, hansı ki dibini elədiklərim. Gəlin indi biz üzümüzü eləyək. Mən saçıma necə gəldi yığıram. Üzümə tətbiq eləyəcəm qırmızı peeling. Əlimi bədən kreminə vurmamışdan əvvəl istəyirəm ki, bunu tətbiq edeyim. Çünki bunu mən əllə tətbiq edirəm. Heç nə ilə tətbiq eləmirəm. Çox bəyənirəm bunu. Təəssüf ki, işığım nəsə zaretka saxlamır. Qoydum zaretkayı, biraz işıqla çəkdim, ondan sonra söndü. Adeli yatıstıracağım deyə işığı bir də qoşmağa vaxtım yoxdur. Ona görə üzülü sayın, əgər qaranlıqdırsa. Baxın, bu formada nazik təbəqə halında üzümə istifadə edirəm. 5-10 dəqiqə gözləyib, sonra isə gedib yuyuram. Üzü pürüzsüz eləyir, parlaq eləyir, canlı. Sonra başqa bu məhsulu o qədər sevirəm ki, istəyirəm ki, hər kəs alsın və hər kəs gəlib mənə təşəkkür etsin ki, bu məhsulu istifadə edib. Belə. İndi bədənimdə istifadə edirəm Victoria's Secret. Victoria's Secret'in mən Bare Vanilla zərli olanını istifadə edirəm. Bunlarda isə əslində kremini zərlidir deyə indi istifadə eləməyəcəm. Əsasən çölə çıxanda eləyirəm. Victoria's Secret'in amber qoxusu. Bu çox qəşəngdir. Bunu qoluma, bədənimə, hər yerə istifadə edirəm. Həm də duşda peeling istifadə eləmişəm Sinozun. Əsasən peeling istifadə edəndə dərim o qədər nəmli olur ki, üstünə krem eləməyə heç ehtiyac olmur. Ona görə də bu mənə kifayətdir. Adeli yatışdırdım, gəldim modelin otağına ki, saçımı darayım, baxımlarımı eləyim. Saçımı əvvəlcə darayıram. Mən belə bir daraq istifadə edirəm. Saçı yolmayan, yıpratmayan.
Baxın, gör necə rahat açılır. Spreyi çox bəyənirəm. Bayaq sizə göstərdim saç spreyini. Saçı inanılmaz qəşəng açır. Bu arada üzümdə krem falan yoxdur. Baxın, peelingi istifadə eləmişəm. Gör necə həm parlaq edir, həm bayaq ki dərim daha solğun görünürdü, amma indi daha canlı görünür, təmiz görünür. Əslində boşuna onun adına peeling deməyiblər. Çünki elə bil ki peeling eləyirsiniz, üstünə maska eləmişsiniz. İkisinin effektini verir. Ona görə çox bəyənirəm. Adı peeling gedir, amma özü maskadır. İndi isə üz baxımımı edirəm. Tonik istifadə edirəm. Zepress markasının dəfələrlə sizə göstərmişəm. Çox bəyənirəm. Yağlı dərilər üçün olanı sarı rəngdədir. Quru dərilər üçün olanı mavi rəngdədir. Öz dəri tipinizə uyğun məhsullar almağı unutmayın. İndi isə üzümü toniklə silirəm. Tonik nə işə yarayır? Tonik sizin gözenəklərinizi balacalaşdırır. Rəng tonunu bərabərləşdirir. Bunun içində həm də salisilik asid var. Yəni, niasamid asid də deyilər istifadə etmək lazımdır. Mən gələn araşdırım görüm, o nə işə yarayır. Deməli, tonik istifadə edirsiniz, əsas da makyajınızı təmizləyəcəksinizsə, makyaj qırıntılarına, hansı ki buralarda bizdə qazlarda tonalini olur, orada belə kir, yəni çıxa bilir. Ona görə də mütləq və üzə parlaqlıq verir, canlılıq verir. Görürsünüz, çox bəyənirəm. Hətta mən çinmişəm, maska eləmişəm, yumuşam, amma yenə də görürsünüz, dərindən, içdə elə bir ki, gözünüzün içində qalan kiri də belə çıxardır. Toniksiz bir təmizləmə rutini düşünə bilmirəm mən. Göz kremimi istifadə edəcəm. Hemiş markasının bu göz kremi çox bəyənirəm. Bir bunu bəyənirəm, bir də Kiehl's markasının avokadolu göz kremi. İndi baxın, içində bunun belə qalıb. Bitən kimi mütləq ya bundan, indi baxacam endirimdə hansı var, ya bundan ya da Kiehl'sdən alacam. Bu arada mən adətən bu otaqda oluram. Əsasda 9-dan onun yarısından sonra. Çünki Adelin ən son yuxu vaxtı 9-10 yarısı arasıdır. O yatır. Mən də bu otağa gəlirəm. Ya burada Səbu gələnə qədər puzzle qururam. Və yaxud da bir şeylər izləyirəm. Burada yatağım da var. Hər cür şərait var burada. Otururam. Bəzən dırnaq düzəldirəm burada. Nə bilim, görsün makyajımı eləyirəm. Çiməndən sonra baxımlarımı burada eləyirəm. Yəni, əsasən Səbu da 12-də çıxır. Mənim üçün çətin olur tək qalmaq. Amma ki, yenə də para qazanmaq lazım. Əsas da bizim evdə sadəcə o işləyir, o qazanır. Ona görə də işləməlidir. Və 12-yə qədər 2-3 saat vaxtım olur Səbu gələnə qədər. Mən də özümlə məşğul oluram. Belə. İndi isə keçək üzümü nəmləndirim. Üzümlə Farmstay'in. Bu arada mən Farmstay bu markanı alanda ilk üz nəmləndirisini alaraq tanımışam. Heç tanımırdım markanın, necə bir məhsullar olduğunu da bilmirdim. Amma çox qəşəng bir markaymış. Bu yaxınlarda deyirəm, sizə bir mən getdik baxım şeyləri almağa. Çəkə bilmədim, Adeldən idim. Kaş düşünürəm ki, indi siniflə çəkərdim. Maraqlı olardı. Çünki bibim dediyim aramızda 10 yaş var. Mən ona hətta Gültac deyirəm, bibi demirəm. Çox cavandı, 3 uşağı var, amma bir gün bəlkə videolarımda göstərirəm sizə. Ona baxım şeyləri, makyaj şeyləri alırdıq sıfırdan. Ona görə də gərək çəkərdim, amma o mən və Adel getmişdi. Adeli tuturdum, bəzən o tuturdu. Kameranı tutmağa macal olmadı. Ona görə çəkmədim. Deməli, ona Farmstay'in onu deyirdim. Farmstay'in peelingini, maskasını, peelingini aldıq və mənə səs alıb ki, çox bəyənib. Mənim də əslində ağlımdadır. Bir o, bir də Sil markası çıxıb CEL yazılır. Bəlkə eşitmişsiniz, görmürsünüz. Onun məhsullarını tərifləyirlər. Yəqin ki, onu da alacam. Üz nəmləndiricimi də vurdum. Dodaqlarımı da nəmləndirirəm Carmex-lə. Məndəki çiyələkli növüdür. Belə. İndi isə dırnaqlarımı siləcəm və Eveline tətbiq edəcəyik. Amma əvvəlcə çayım qaynadı. Gəlin çayımı götürüm, gəldim. Deməli, çayımı süzdüm. İndi isə dırnağımdakı Eveline siləcəm. Bu Eveline istifadə edirik bir gün, 2 gün dalbadal üst-üstə, sonra 3-cü gün silirik. Bu isə asetonumdur. Mən alanda asetonu belə boçqa ilə alıram.
İndi dırnağımın üstündə olan, görürsünüz belə saraltı qalmışdı. Dırnağımın üstündə olan Evoline silirəm. Bu arada indi dırnağımı çəkəndən sonra çayımı içərək bir şeylər izləyəcəm. Hələ saat 10'a işləyir. Piş-piş də səsi də arxadan gəlir. Adilə də dərinləşməyib. Ona görə piş-piş qoşuram. Deməli, bir şeylər izləyəcəm. Dincələcəm. Ondan sonra keçəcəm. Kuxnada biraz qabım var. Onları yığacam 1-2 dənə qab. Və günüm belə yekunlaşacaq. Sonra Səbuy gələcək. Səbuy ilə yemək yeyəcəyik. Bəzən yeyirik, bəzən yox. İndi baxır. Və günümü belə yekunlaşdıracağam. Bilmirəm, belə videoları çəkməyimi istəyirsinizmi? Bu videonu bəyəndinizmi? Yorumlarda mütləq mənə yazın. Adətən yorumlarda mənə gəlir ki, təmizlik vlogu çək. Ona görə də sizə maraqlı olsun deyə belə təmizlik vlogu çəkdim. Həm də sıxıcı olmasın deyə baxımımı da əlavə elədim. Ümid edirəm ki, videonu bəyəndiniz. Axıra qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Videonu bəyənməyi, ən əsası isə kanalıma abunə olmağı unutmayın qızlar. Dırnaqlarımda deməli bu geldən sonra bir bu hissə də qopmalar oldu. Elə bu dırnağımın özündə də, bir də bunda. Qalanları olduğu kimi qəşəngdir. Evoline çəkdikcə görürəm ki, dibindən tutmuşdum və artır. Bu dəfə istəyirəm ki, öz dırnağıma biraz uzansın. Ətimə qədər gəlib çatandan sonra istəyirəm ki, əlimdəydi, bu pozuldu. İstəyirəm ki, öz dırnağıma gel eləyim bir müddətlik. Sonra isə bəlkə usta yanına gedib yayda həm əlimə, həm ayağıma manikür, pedikür etdirib, sonra gel edə bilərəm. Bu arada bəzən saçımı quruduram, bəzən isə belə saxlayıram. Başqa videolarda görüşəndə görüşərik.